Hoş gördük. Mərhəmətli və rəhimli olan Allahın adıyla başlayıram. Bugünkü mövzumuz İslam dinində ən böyük günahlardan biri olan insanın özünü Allahın qəzəbindən amanda bilməsi və sadə dillə desək, Allahdan qorxmaması haqqındadır. Bu günahın böyük günahlardan olmasının dəlili Quran-ı Kərimin çoxsaylı aşkar ayələri və bu ayələrdə Allah Taala'nın əbədi əzab vədəsi verməsidir və Peyğəmbər əleyhissalamın bu günahı ən böyük günahların içərisində göstərməsidir. Bu günah sadə şəkildə Allahdan qorxmamaqdır. Nədir bu qorxmamaq? Niyə Allah Taala bizə çoxsaylı ayələrdə Allahdan qorxmağı əmr edir? Deməli, Quran-ı Kərimin Əl-Bəqərə surəsinin 197-ci ayəsində Allah Taala buyurur ki, Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir. Ey ağıl sahibləri, məndən qorxun. Allah Taala bütün insanlığa, bütün ağıllı insanlara müraciət edir ki, əgər ağlınız varsa, məndən qorxun. Nə deməkdir bu qorxu? Bildiyimiz kimi, Yahudilikdə və Xristiyanlığın əsas qanunlarından da biri Allahı sevməkdir. Allahı qorxmaq yox, Allahı sevmək. Əsas onların qanunlarından da biri Rəbbin olan Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla sev deməkdir. Amma baxırıq ki, İslam şəriətinin, onlar həmin dinlərdə adlandırılan həmin İslamın şəriətidir. Onlar da İslamın təhrif olunmuş şəriətidir. İslamın sonuncu şəriətinin kitabında isə Allah Taala özünü sevməyindən deyil, qorxmağından danışaq. Əlbəttə, sevmək, qorxu, bunlar fəlsəfənin işidir, fəlsəfi söhbətlərdir. Lakin bu günah birbaşa qorxu haqqında olduğu üçün biz mütləq şəkildə qorxuya şərh verməliyik. Qorxu nə olan şeydir və həm İslam dinində gəlib getmiş bəzi cəryanlar və müxtəlif ideologiyalarda qorxuya münasibət haqqında danışmaq istəyirik. Qorxuya İslamın mövqeyi belədir ki, orta dərəcəli qorxu Allahın insanda yaratdığı heyrətamiz bir hissdir və bu hiss təhlükə yarandıqda təbii şəkildə ortaya çıxır və insanın həqiqətən də təhlükə qarşısında təxirə salınmaz tədbirlər həyata keçirməsi üçün təbii siqnalıdır. İnsanın fitrətində, canında, qanında yaradılmış bu bir elə həyəcan siqnalıdır ki, insan bu siqnalla təhlükə qarşısında ağılla müəyyən tədbirlər görsün. Bildiyimiz kimi, biz Sovetlər dövründə yaşayanda, həmin dövrdə ateist əlbəttə bir dünya görüşünə sahib olan Allahsız bir imperiya idi və orada komsomolçular, kommunistlər heç nədən qorxmazlar deyə tədris və təbliğ olunurdu və qorxuya mənfi bir his kimi baxılırdı. İslam dininin özündə də gəlib keçmiş bir neçə cəryanlar olmuşdur ki, bunlar sufilər, sonra isə azınlaşmış hürufi təriqəti idi ki, və onların da ideologiyalarından da biri o olmuşdur ki, onlar qorxunu məlumatsızlıqdan və cahillikdən yarandığını düşünürdülər və təbliğ edirdilər ki, bu Sovetlər dövründə də bu şəkildə tədris olunurdu və hürufilər bildirirdilər ki, onlar İslam dininə kamil insan anlayışı gətirmişlər. Halbuki İslam dinində kamillik var, lakin kamil insanın yerində mömin insan anlayışı var və onlar fikirləşirdilər ki, insan təbiətdən, kainatdan, təbiət hadisələrindən, qanunlarından hakim olandan sonra, vaqif olandan sonra və onlar heç nədən qorxmayacaqlar. Bu İslam prinsiplərinə, İslam dinində qorxu anlayışına birbaşa ziddir. Allahın ey ağıl sahibləri, məndən qorxun sözünün tamamilə əksinə olan fəaliyyətdir. Bildiyimiz kimi hürufilər birmənalı surətdə kafir idilər və onlar yeni din, bütün dinlərin qarşılığına yeni din yaratmaq istəyirdilər və onlar bununla
qorxunu anormal bir his olarak görürdülər. Baxaq görək təbabətdə bu necədir? Həqiqətən də təbabətdə də bu fikir olduğu şəkildə İslamda olduğu kimidir. Təbabətdə qorxunun 3 növü var. Bunlar həddindən artıq çox qorxmaq, bu fobiya adlanır. Yəni təhlükə getdikdə normal insanda qorxu hissi keçib getməlidir. Əgər bu qalıcı xarakter daşıyırsa, qalıcı olursa və davamlı mütəmadi hala çevrilirsə, bu artıq xəstəlik halıdır və anormal haldır. Qorxunun ən təbii halı orta haldır. 3 növü var. Deməli, çox qorxmaq, xəstəlik, orta halı normal hal və qorxmamazlıq. Bu da nadir hal olsa da çox böyük miqdarda insanların içərisində nadir hallarda görünür və insanın ümumiyyətlə heç nədən qorxmamağı ilə əlaqələndirilmişdir ki, bunu da zaman-zaman belə insanlara rast gəlinib və həmin insanlar həm müxtəlif şəriətlərdə, həm də müxtəlif fəlsəfələrdə bu insanlar qudurmuş insanlar adlandırılmışlar. Yəni, heç nədən qorxmayan bir varlıq qudurmuş bir varlıqdır. Yəni, qısaca şəkildə biz deyə bilərik ki, Allah Teala bizə bu 3 qorxu növünün tibdə deyilən həmin bu 3 qorxu növünün yalnız orta növündən, yəni təbii olan insani hissdən, insani təbii qorxudan Allah Teala bizi bu qorxuya yönəldir və buyurur ki, ey ağıl sahibləri, məndən qorxun. Niyə sev demir? Çünki sevmək tamamilə başqa bir anlayışdır, qorxu başqa bir anlayışdır. İnsan ilahi qərarlara, ilahi göstərişlərə sevməklə əməl edə bilməz. Bildiyimiz kimi uşaqlar da, körpələr də təhlükəni dərk etməyəndə, körpə yaşlarında, uşaq iməkləyəndə odun üzərinə gedir, hələ dərk etmir. Böyüdükcə odun təhlükəli olduğunu dərk edəndən sonra onu məcbur etsən də odun üzərinə getməz. Niyə? İnsan da belədir. Yəni, cəhənnəm atəşinə götürən, əbədi əzaba götürən pis əməllərin, günahlardan Allah Teala çəkindirməkdən ötürü məni sevin deyə bilməzdir. Bu qanun, onlarda olan bu qanun ya Allahın əmrlərinin təhrif olunmuş formasıdır, ya da sonuncu İslam şəriətinin daha kamil formada çatdırılmasıdır ki, mən əminəm ki, bu onların Allahı sev qanunu, Allahdan qorx qanununun yerinə təhrif olunmuş şəkildə çatdırılmasıdır ki, mütləq surətdə insan təhlükədən, hörmətli dinləyicilər, bəziləri bunu anlaya bilməz, fikirləşər ki, sevmək yaxşı bir şeydir. Xeyr, bu qətiyyən belə deyildir. Çünki uşaq vaxtı övladına heç bir tərbiyə verməyən, onu təhlükələrdən, gələcəkdə cəmiyyətdə onu gözləyən təhlükələrdən və pis dostlardan onu agah eləməsə, pis əməlləri ona öyrətməsə, sevməklə insanın gələcəyi xoşbəxt ola bilməz. O mütləq surətdə həmin normal şəkildə övladlarını, insanı tərbiyə edəndə mütləq onu təhlükələrdən xəbərdar etmək lazımdır. Məsələn, təbiətdə də böyük hadisələr baş verir. Bunlar zəlzələlər, torpaq sürüşmələri, dolu, ildırım, yağış, buz tutma hadisələri, yəni insan bunların qarşısında acizdir. Bunları sevə-sevə bunlardan çəkinə bilməz. İnsan mütləq surətdə bunlardan qorxmalıdır və qorxu hissi, normal şəkildə qorxu hissi insanın təbii bir reaksiyasıdır, təbii bir təxirəsalınmaz tədbirlər görməsi üçün təbii Allahın onun fitrətində yaratmış bir təbii reaksiyasıdır ki, bu olduqca gözəl bir nemətdir və bu nemətin heç olmaması da xəstəlikdir və daha çox olması da yenə xəstəlik halıdır. İlahi qorxu ilə Allah Teala əlbəttə bizə Allahın buyurduğu Allahdan qorxmaqdır. Bu qorxu adına görə formaca dünyəvi qorxunun eynisidir, lakin mahiyyətdə isə tamamilə bir-birindən fərqlənən qorxudur. Bildiyimiz kimi dünyəvi qorxunun mahiyyətində təlaş, həyəcan
və qaçmaq var. Yəni insan qorxduğu şeyin nədirsə onu sevmir və ondan uzaqlaşmaq və ondan təbii şəkildə qaçmaq hissinə hakim olur və ondan mümkün olduğu qədər uzaq durmağa çalışır. Lakin ilahi qorxu belə deyildir. İlahi qorxu tamamilə əksinədir. İnsan qorxduğu şeydən nə qədər uzaqlaşırsa, ilahi qorxu isə əksinə onu daha da Allaha yaxınlaşdırır. Dünyəvi qorxunun bildiyimiz kimi sərhədləri vardır və bu sərhədlər həm dediyimiz kimi onun azlığı insanın anormal halıdır, həm də çoxluğu insanın qudurmuş halıdır ki, Allah Teala Quran-ı Kərimin 35-ci surəsi, Fatih surəsinin 28-ci ayəsində bildirir ki, Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Hörmətli izləyicilər, ona görə Allah Teala alimləri, yəni din alimlərindən söhbət gedir. Bu, başqa elm alimlərindən söhbət getmir. Söhbət niyə din alimlərindən gedir? Çünki onlar Allahın qadağaları ilə daha yaxından tanışdırırlar. Başqalarına baxanda Allahdan daha, onun əzablarının daha dəhşətli olmasını bilirlər və bildiklərinə görə də daha çox çəkinirlər və ona görə Allah onları ayəsində misal çəkmişdir. Bundan başqa yenə də Ali İmran surəsinin 3-cü surənin 102-ci ayəsində Allah Teala bildirir ki, ey iman gətirənlər, Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün. Yəni bu o deməkdir ki, İslam dinindən başqa heç bir din, heç bir ideologiya, heç bir fikir qəbul olunmayacaqdır. Yalnız insan mütləq şəkildə müsəlman olduğu halda bu dünyadan köçməlidir və Allah Teala qorxunun artıq necəliyi barədə də ən xırda təfərrüatına qədər bizə çatdırır ki, Allahdan layiqincə qorxun. Nə deməkdir bu layiqincə qorxmaq? Hörmətli izləyicilər, Allahın qarşısında tir-tir əsməkdən söhbət gedmir. Bu qorxu ilahi qorxudur. Bu qorxu insanı kamilləşdirir, insanı əbədi saadətə götürür. Yəni, layiqincə qorxmaq o deməkdir ki, Allahın qadağalarından çəkinmək lazımdır. Yəni, insan təqvalı olur, günahlardan çəkinir və ilahi çağırışlara cavab verir. İndi təsəvvür edək ki, hörmətli dinləyicilər, bir insanın yaxın adamı bir insanı bir neçə dəfə çağırandan sonra ona bezir və ona acıqlanır. Bu, onun çağırışına cavab verməməkdir. Bildiyimiz kimi, adi bir misal çəkək, namaz da ilahi çağırışdır. Hər gün 5 vaxt Allahın insanı yaradan, onun üçün bütün yer kürəsini yaradıb, ona saysız hesabsız nemətlər, övlad, ailə, var dövlət bəxş edən, nemətlər bəxş edən Allahın çağırışına cavab verməmək, iyrənc bir cəsarətə sahib olmaq deməkdir. İbrətamiz bir əhvalatı danışmaq istəyirəm. Bir gün iblis bir insanla yola çıxır. O insana səhər namazı vaxtı deyir ki, sən Allaha ibadət, səcdə eləmirsən, o da deyir ki, yox. Günorta gəlir, yenə günorta namazında, axşam namazında yenə də ona deyir ki, sən Allaha səcdə eləmirsən, o da deyir ki, yox, mən səcdə eləmirəm. İblis ona qayıdıb deyir ki, mən Allaha cəmi bir dəfə səcdə eləməmişəm, o da Allaha deyil, onun yaratdığı məndən aşağı olan bir insan var idi. Ona Allah Teala dedi ki, səcdə et, mən də ona səcdə etmədiyimə görə Allah məni əbədi əzaba düçar etdi. Sən nə cəsarətli adamsan? O cəsarətli, səndə olan cəsarət deyir ki, iblis ona, mən ondan qorxuram və mən o cəsarətə sahib olmaq istəmirəm və təcili ondan aralanıb çıxıb gedir. İndi təsəvvür edin, hər gün Allah Teala 5 vaxt insanı öz qarşısına çağırır. Yəni, hətta insanın doğma valideyni belə çağırsa, insan o çağırışa cavab verməsə, ondan bezər və ola bilsin valideyn ona hətta bəddua da etsin, qarğış da etsin. Və Allah Teala insanı 5 vaxt çağırışa dəvət edir. Bildiyimiz kimi namaz Allahla söhbətdir, Allah qarşısında durmaqdır, ona yönəlməkdir. Lakin insan bu çağırışa cavab vermir. Yəni, Allahdan qorxmur. Əvvəldə də dediyimiz kimi, Sovetlər dönəmində 20-ci əsrdə ümumiyyətlə əvvəllər bütpərəstlər, sonra isə 20-ci əsrdə 2 dünya müharibəsi olmuşdur. İkisində
Almanlar törətmişdilər və 2-ci Dünya müharibəsində iki üz-üzə duran ideologiya və imperiyalar, bunlar faşist Almaniyası və Sovetlər Birliyi idi ki, ikisi də ateist, Allahsız dünya görüşünə sahib idi ki, onlar da milyonlarla insanın qətl olunmasına gətirib çıxartdı onların ideologiyası və bütpərəstlər, ateistlər qədər dünyada kütləvi insan qırğınına, zülmlərə gətirib çıxardan ideologiya fəaliyyət olmamışdır. Buradan da görüldüyü kimi, deməli, insanın Allahdan qorxmamağı nə ilə nəticələnir və Allah Teala bunu əbədi əzabla xəbərdar etmişdir və insanlara Allahdan qorxmayanların əbədi cəhənnəmə düşəcəkləri haqda həm ayələrdə bildirmişdir, həm də Peyğəmbər əleyhissalam bu haqda insanları xəbərdar etmişlər. Lakin bəziləri düşünə bilər ki, deyə bilər ki, necə olur ki, bəs müsəlmanlar da, tutaq ki, bütpərəstlər, ateistlər bunu etdilər. Bəli, necə olur ki, müsəlmanlar da eyni şəkildə zülm edirlər, eyni şəkildə qətil törədirlər. Əfsus ki, çox təəssüf ki, bu günahı, bəli, elə günahlar var ki, onu cəmiyyət tanıyır. Bu, növbəti tanınmayan böyük günahlar silsiləsindən növbəti günahdır ki, hörmətli izləyicilər, əfsus ki, bunu müsəlmanların böyük əksəriyyəti nə tanımır, nə də əməl etmirlər. Biz Avropa dövlətlərinə, inkişaf etmiş ölkələrə baxsaq, həqiqətən də orada olan cinayətlərin, İnsan qətillərinin dəfələrlə artığını biz ərəb ölkələrində və müsəlman ölkələrdə, biz də müsəlman ölkəsiyik və müsəlman ölkələrində görə bilərik. Bir insan necə öz anasını öldürə bilər, necə öz valideynini, onun hamisini, necə öz qonşusunu öldürə bilər, qətl eləyə bilər, qanın axıda bilər. Deməli, bu insanda Allah qorxusu yoxdur. Allah qorxusu olmayan insan qudurmuş bir məxluqdur. Bu his həqiqətən də qorxunun olmaması hissi heç nədən əvvəlki fəlsəfələrdə də bu var ki, Allah yoxdur, deməli mən hər şeyi eləyə bilərəm. Deməli, Allah ola, bu insan hətta ola bilsin ki, ibadət əhli də ola bilsin. Biz ətrafımızda da bu insanları görür və onların necə ədalətsizlik etdiklərinin, bir həqiqətlə necə mübarizə apardığının və həqiqətlə razılaşmadığının və ətrafına imkan düşən kimi zülm etməyin şahidi olarıq. Və Peyğəmbər əleyhissalamın dövründə də Peyğəmbər əleyhissalam Allahdan qorxanları, möminləri necə ayırt etmək haqqında soruşanda o deyir ki, siz onların ibadətinə deyil, siz onların haqq ilə necə davranmağına baxın, haqqı qəbul edib etməməyinə baxın, onların ədalətinə baxın və onların cəmaatla münasibətinə baxın. Əgər o cəmaata yuxarıdan aşağı baxırsa, lovğalanırsa, təkəbbürlüdürsə və əlindəkilərin başqaları ilə paylaşmırsa, bu deməli mömin deyil. O insan nə qədər namaz qılsa da, nə qədər həccə getsə də, biz ətrafımızda da belə yalançı hacıların şahidi oluruq. Onlar əsl hacılara ləkə olsalar da, bəli, imkan düşən kimi hətta ətrafına, ailəsinə belə zülm etməkdən çəkinmirlər. Allah Teala bir ayəsində buyurur ki, zalimlara meyl etməyin, yoxsa sizə atəş toxunar. Deməli, Allah Teala, hörmətli izləyicilər, zalim olmaqdan danışmır. Zalimlara meyl etməkdən danışır. Yəni, onlar haqqında, hətta onlara haqq qazandırmaq, onlar haqqında simpatiya ilə danışmaqdan danışır ki, yəni bizləri deyir ki, zalimlara belə meyl etməyin, yoxsa sizə atəş toxunar. Yəni cəhənnəmə düşərsiniz ki, inşallah da həmin zalimlar düşəcəklər, inşallah cəhənnəmə və insan həqiqətən də başqasının haqqına girməməlidir, zülm etməməlidir və zalimların kafir olduğu Quranda bir çox ayələrdə aşkar şəkildə bildirilmişdir. Ona görə Allahdan qorxan adam heç vaxt ətrafına zülm etməz. Deməli, Quranda Allah Teala Allahdan qorxmayanların halını bizlərə çatdırır. Buyurur ki, deməli Əl-Bəqərə surəsinin 206-cı ayəsində Allah Teala buyurur ki, ona Allahdan qorx deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər, beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir. Gördüyü kimi Allah Teala
Allah'tan qorxmayanların yerinin də hara olacağını, cəhənnəm olacağını göstərir və buyurur ki, ona Allah'tan qorx dediyi zaman o lovğalıq edər. Yəni Allah'tan qorxmaz, onun qanunlarına hörmət etməz və onun qadağalarından çəkinməz, təqvalı olmaz və Allah'tan qorxmayan insan normal insan deyildik. Biz qorxunu necə olduğunu həm İslam dinində, həm müxtəlif dünya görüşlərində biz göstərdik və təbabətdə də göstərdik ki, həqiqətən bu müxtəlif eksperimentlər nəticəsində də aydın olmuşdur ki, orta dərəcəli qorxu həqiqətən də insanın olduqca təbii, normal bir halıdır və Allah bu hala bizi dəvət edir, yəni ilahi qorxuya bir dəvət edir. Bu qorxu pis qorxu deyildir. Bu qorxu insanı kamilləşdirən, onun hərəkətlərini daha yüksəyə, daha yuxarıya qaldıran və Allaha tərəf qaldıran və onun dualarını da Allaha yetişməsinə, insanın keyfiyyətcə, əməllərinin keyfiyyətcə yüksəlməyinə səbəb olan ilahi bir qorxudur ki, biz bu qorxu ilə yaşamalıyıq və ümidlə bundan əvvəlki deməli danışdığımız günah da Allahdan ümidsizlik idi. Təkcə qorxu ilə deyil, Allah başqa ayələrində də Allaha ümidlə, qorxu və ümidlə yönəlməyi, mütləq surətdə ümid də lazımdır. Ümid də nə deməkdir? Deməli, Allahın pis işlərə görə bizi cəzalandıracağı və yaxşı işlərə görə mükafat verəcəyi vədinə inanmağımız və inşallah etdiyimiz yaxşı işlərə görə, gördüyümüz savab işlərə görə cənnətə düşmək ümidi ilə ki, hansı ki biz onu yəqin halda Allaha iman gətirmişik və bilirik ki, Allahın sözündə səhv olmaz. Allah bizi mükafatlandıracaq. İnşallah Allahdan qorxmaq bizə yalnız cəmiyyətdə şərəf gətirər, bizə zülmdən uzaq durmağı, pis hərəkətlərdən uzaq durmağı və bizi cənnətlə inşallah mükafatlandırmağımıza səbəb olar ki, mən də bu ümidlə sizdən ayrılıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.